بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا محمد وعلى آله وصحبه أجمعين. Amma ba'd. Əziz, dəyərli müsəlman qardaşlarım, danışmaq istədiyim mövzu çox mühüm bir məsələdir. Hər bir müsəlmanı yaxından maraqlandıran bir məsələdir. Belə ki, mövzu Quran-ı Kərimi oxuya bilməyən müsəlmanlara aiddir. Vallahi bəzi insanlara baxanda insan heyrətə gəlir. Həqiqətən də heyrətə gəlir. Çünki onların vəziyyəti insanı uzun-uzadı düşündürür. La ilahə illallah deyir, bəli deyir. Zahirdə namaz da qılır, bəli qılır. Amma insanın həyatına baxırsan, din onun gündəlik yaşamında sadəcə bir ad kimi qalıb. Nə öyrənib, nə dərindən tanıyıb, nə də həyatına tətbiq edib. Günlər keçir, səhərdən axşamadək dünya işlərinin arxasınca qaçır, ticarət, qazanc, planlar, harada rahatlıq, əyləncə və kef varsa ora yönəlir. Bəzən plyajda, bəzən bilyardda, bəzən gəzinti mərkəzləri, əyləncə mərkəzləri, bəzən dağlar, bəzən bağlar, müxtəlif ölkələr, bir yerdən çıxır o biri yerə gedir, o biri yerdən çıxır başqa yerə gedir, sonra başqa yerə, sanki bu dünya onun yeganə məqsədidir. Amma insan bir an dayanıb düşünməlidir. Düşünməlidir ki, bu gediş onu hara aparır? Bu gedişlə o hara gedir? Belə insan zahirən İslam çərçivəsində görünə bilər. Amma qəlbi boş qaldıqda insanın vəziyyəti təhlükəli hala gəlir. Təhlükəli hala düşür, Allah qorusun. Çünki din təkcə ad və zahir deyil. Din elm, iman və əməl deməkdir. Bəziləri belə deyə bilər. Bəlkə o adam elm öyrənir. Nə bilirsən, bəlkə o adam elm öyrənir. Amma elm öyrənməyin də qardaşlarım, bir yolu, bir metodu, bir ədəbi vardır. Sələfi salihin yoluna baxanda görürük ki, İlk elm Quran-ı Kərimdir. Qurandan uzaq düşən bir insan nə qədər çox məlumat toplasa da, sözün əsl mənasında elm sahibi sayıla bilməz. Çünki elm insanı Allaha yaxınlaşdıran nurdur və bu nurun başlanğıcı da Qurandır, Allahın kəlamıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara ilk olaraq Quran-ı Kərimi öyrədərdi. Hətta ilk nazil olan vəhiy də "İqra" oxu əmri ilə başlayırdı. Bu təsadüfi hal deyil, bu bir həyat metodudur. Hətta İslamın ilk dövrlərində müəyyən müddət hədislərin yazılmasının məhdudlaşdırılması da bunun üçündür ki, insanlar əsas qaynaqdan, yəni Qurandan uzaq düşməsinlər. Bugün isə vəziyyət tamamən fərqlidir. İnsanlar çox şey bilir, amma Qurandan uzaqdır. Çox oxuyur, amma hidayətdən uzaqdır. Çox danışır, amma qəlbi boşdur. Quranı oxuya bilməyən və ya ondan uzaq olan insan özündə böyük bir boşluq daşıyır. Çünki elm iddiası Qurana münasibətlə ölçülür, qardaşlarım. Bir insan Allahın kitabını oxuya bilmir, amma mən bilirəm deyir, bu sadəcə bir iddiadır, elm deyil. Quranı tərk edən, onu həyatından uzaqlaşdıran insanın sözlərinə də çox aldanmaq lazım deyil. Çünki nur olmayan yerdə istiqamət də olmaz. Uca Allah mübarək kitabında buyurur, Hamim, Bismillahirrahmanirrahim, Hamim, Tenzilul kitabi minallahil azizil hakim. Ma xalaqnəs səmavati vel arda və ma beynəhumə illə bil haqqi və əcəlin musəmmə vəl-ləzīnə kəfəru əmmə unziru mu'ridun. Hamim, kitabın nazil edilməsi qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. Kafirlər xəbərdar edildikləri şeydən üz döndərdilər. Digər bir ayədə də Uca Allah buyurur,
وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا. Rəbbinin ayələri xatırladığı halda, Rəbbinin ayələri xatırlandığı halda ondan üz çevirəndən daha zalım kim ola bilər? Qardaşlar, Quran sadəcə oxumaq üçün nazil olmayıb. Quran düşünmək üçündür. Quran onu yaşamaq üçündür. Quran insanı dəyişmək üçündür. Ən azı insan onu üzündən oxuya bilməlidir. Buna can atmalıdır, səy göstərməlidir. Amma məqsəd təkcə oxumaq da deyil, tədəbbür etmək, mənasını başa düşmək, qəlbə endirməkdir. Uca Allah bu kitabı rəflərdə qalmaq üçün göndərməyib. Quran qəlblərdə yaşamalıdır. Quran dillərdə əzbəl olmalıdır. Quran dillərdə tilavət, qiraət olunmalıdır. Hərəkətdə, əməldə olmalıdır. İnsanın davranışında, yaşayışına çevrilməlidir. Bugünün ən böyük problemi də məhz budur. Bugünün ən böyük problemlərindən biri də bax budur. Quran var, amma həyat yoxdur. Elm var, amma təqva yoxdur. Söz var, amma əməl yoxdur. Qiyamətə yaxın elə bir zaman gələcək ki, Allah Teala Quran-ı Kərimi insanların arasından qaldıracaq. İnsanlar onu axtaracaq, amma tapa bilməyəcəklər. Bu, fitnələrin, qarışıqlığın və mənəvi boşluğun artdığı bir dövrdə olacaq. Ona görə də ən vacib məsələ qəlbin islahıdır. Qəlb təmizlənməlidir. Tövhidlə, ixlasla, imanla. Qəlbdən şirk çıxmalıdır, nifaq çıxmalıdır, günahın qaranlığı çıxmalıdır ki, Quran o qəlbə daxil ola bilsin. Qəlbdən şirk, bidət, nifaq, günah, bunlar çıxmalıdır ki, qardaşlarım, Quran o qəlbə daxil ola bilsin. Hidayət də buradan başlayır, islah da buradan başlayır. Əziz qardaşlarım, bu dövr çox sürətlidir. Dünya insanı udur. Sosial media, işlər, planlar, əyləncə hamısı insanı Allahdan uzaqlaşdırır. Fərqində olmadan belə. Amma unutmayaq, bu dünya keçicidir. Əsl həyat isə qarşıdadır. Ona görə də hər birimiz özümüzə baxmalıyıq. Quranla münasibətimiz necədir? Qəlbimiz nə ilə doludur? Gündəlik həyatımız bizi Allaha yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Allahdan diləyirəm ki, qəlblərimizi pak etsin, bizi Qurana bağlasın, elmimizi faydalı etsin, əməl edən qullardan etsin, bizi imanla yaşatsın və imanla öldürsün. Subhanəkallahumma və bihamdik, nəşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.